Bugün sizlərə Novxanıda 12 sotun içində 10 ilin tikilisi olmağına baxmayaraq 1 ilin tikilisinə oxşayan bir bağ evi təqdim edəcəm. Villamız 3 mərtəbədən ibarətdir gördüyünüz kimi. Təkcə bax həyətindən başlamaq istəyirəm. Bax o palmaları 5000 qiyməti var. Bax tək o palmaların 5000 qiyməti var. Yəni ev o qədər möhkəm bir betonla tikilib ki, sizə hələ evin içində göstərəcəm, özünüz görəcəksiniz. Bax bu geniş ərazi, bax bağ evi belə olar. Bax bu gördüyünüz geniş ərazidə güllərimiz, meyvə ağaclarımız, alça ağacından tutmuş, hər bir ağaclarımız mövcud. Ərazini zəhmət olmasa götürək, təkcə mən niyə çəkirəm bir bağ evini çəkib, mən buranı təqdim edirəm, özümü yox. Bax bura istirahət köşəsidir, bax bu hissə. Burada qəşəng divan, nə bilim qırağa bir dənə yerlənçək zat, bir dənə yüngül manqal yeri qoyursunuz. Burada gözəl bax istirahət eləyirsiniz. Bax orada manqal var, no? Bilirəm də siz onu bəyənməyə bilərsiniz, o təzə manqal istəyirsiniz. Burada toğ düzəmiz də var. Elə kəsirsiniz yerində, verdiniz manqala yediniz. Villamızın girişi buradan hər iki tərəf boş ver. Hər iki tərəfdən də bax mövcuddur. Zal oradan girə bilmirmişik. Zal hissəyə girişimiz var. Amma indi qapını aça bilmədim deyə biz normal qapıdan içəri keçək. Sənə dedim ki, dur qıraqda görünmür. Bura bizim villamızın birinci mərtəbəsidir. 6 otaqdan ibarət, 3 mərtəbədən ibarətdir. Bax bura bizim hol hissəmizdir. Hol hissəmizdə elə burada mətbəx hissəmiz var. Özünə məxsus həm sanitar qovşağı var, həm də hamam, ayrıca da bir hamam otağımız var. Qalxaq ikinci mərtəbəyə. Bura bizim villamızın ikinci mərtəbəsidir. Bax ikinci mərtəbənin özünə məxsus balkon hissəsi var. Quşların səsi gəlir. Yəni bunu bilmirəm, qorxdum. Sizlərə necə ötürüm. Mənzərəni tək buradan görmürük. Gəlin keçid edək. Bura ümumi yataq otaqlarından ibarətdir. 4 ədəd yataq otağı var. Özünə məxsus ümumi hamam otağı və yanında sanitar qovşağı da mövcuddur. Və keçid edək ən əsas mən göstərmək istəyirəm 3-cü mərtəbəni. Bura 3-cü mərtəbə. Baxın buranın da sanitar qovşağı və hamam otağı yenə mövcuddur. Qəşəng bir, nə bilim, bilyard otağı falan eləmək olar, məncə çox möhtəşəm gedər. Mən düşünürəm ki, buranı kim alsa, alana xeyirli olsun. Bax buranı, bu hissəni götüzdürüb, bura bir dənə vitraj pəncərə qoyursunuz. Bu ağacı kəsəndən sonra qarşınızda möhtəşəm bir dənə, yəni burada dəniz mənzərəsi olur. Bu ağac bizi hal-hazırda qoymur. İndi buradan bir dənə çıxart, bu tərəfdən mənzərəni görsünlər. Zoomla deyil yenə 5 qısa. Dayandım bu bahalı palmaların yanında. Villamızı almaq istəyənlər mənimlə əlaqə saxlasın. Mən də qazanım sizdə.